Bismillah. Bürclərin 9 fevrala ən düz proqnozu. Qoç, gözlənilməz xəbər səni hərəkətə gətirəcək. Risk almağa dəyər, amma tələsmə. Pul mövzusunda şans var. Boğa, sakit amma məhsuldar gündür. Uzun zamandır gözlədiyin maddi mövzuda irəliləyiş görünür. Ailədən dəstək alacaqsan. Əkizlər, danışıqlar və mesajlar günüdür. Vacib bir əlaqə yenidən gündəmə gələ bilər. Pulda xırda amma sevindirici qazanc var. Xərçəng, duyğuların güclənir. Keçmişlə bağlı məsələ bağlanır. Axşam saatları sevgi üçün çox uğurludur. Şir, sənin günündür. Özünü ön planda göstərəcəksən. İş və pul mövzusunda təklif gələ bilər. Liderlik vaxtıdır. Qız, detallara diqqət elə. Sənə fayda verən amma indiyə qədər fərq etmədiyin bir fürsət açılır. Sağlamlığa da diqqət yetir. Tərəzi, sevgi və münasibətlərdə balans bərpa olunur. Barışıq, səmimi söhbət mümkündür. Pul axını stabildir. Əqrəb, gizli qalan həqiqətlər üzə çıxır. İntuisiyan səni yandırmayacaq. Pulda risk etmə gözlə. Oxatan, yeni planlar, yeni yollar, qısa səyahət və ya sürpriz görüş mümkündür. Şans sənin yanındadır. Oğlaq, məsuliyyətli qərar günü. İş ilə bağlı mühüm addım atırsan, maddi baxımdan güclənmə başlayır. Dolça, fikirlərin çox güclüdür. Yaradıcı işlərdə parlayırsan. Dostlardan gələn xəbər gününü dəyişəcək. Balıqlar, hisslər və ilham zirvədədir. Arzu etdiyin bir mövzu ilə bağlı işarə alacaqsan. Dua və niyyət qəbul olur.